Daxili İşlər Nazirliyi Kibercinaykarlıqla Mübarizə Baş İdarəsi tərəfindən internet informasiya resurslarından istifadə etməklə xaricdən idarə olunan onlayn qumar oyunlarının təşkili və əlaqəli qanunsuz əməllər törədən mütəşəkkil dəstənin üzvlərinin saxlanılması istiqamətində həyata keçirilən əməliyyat tədbirləri yekunlaşıb. Kiberpolisin Gürcüstan Respublikasında yerli hüquq mühafizə orqanları ilə birgə keçirdiyi tədbirlərlə CHC Play platformasına bağlı Martin Casino və digər adlar altında qanunsuz qumar oyunlarının təşkilində təqsirli bilinərək axtarışda olan cinayətkar qruplaşmanın rəhbəri Əliyev Anar İslamoğlu saxlanılaraq ölkəyə gətirilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, Anar Əliyev mütəşəkkil dəstə yaradaraq xarici ölkələrdə təşkil etdiyi qanunsuz mərc və kazino oyunlarına Azərbaycan vətəndaşlarından ibarət şəxsləri cəlb edib. O, həmin şəxsləri Tbilisi və digər şəhərlərdə icarəyə götürdüyü evlərə yerləşdirərək onlayn kazino və qumar oyunlarının təşkilini həyata keçirib. Interpol səni narahat eləmir bəs. Bu narahat eləmiş formasıdır. Nə qədər verirlər bura tutulanda? Məndə yəqin ki 9 il 10 il. 7-dən 12-yədir. Bir də 3-dən 8-ə 2 stadyamdır. Əməliyyatlar çərçivəsində Anar Əliyevin yaratdığı dəstənin digər üzvləri Əşrəf Həsənzadə, Seymur Nurullayev, Etibar Sultanov, Rəşad Rızazadə, Şərqin Əliyev və Əliyev Anar Surac oğlu da saxlanılaraq istintaqa cəlb edilib. Bu şəxslər onlayn kazino oyunlarının fəaliyyəti üçün dəstə başçısının tapşırıqlarına əsasən onu yerli mobil operatorlara məxsus nömrələr, bank kartları və digər texniki avadanlıqlarla təmin ediblər. Saxlanılan şəxslər həmçinin onlayn kazino oyunlarından əldə edilən pul vəsaitlərini nağdlaşdıraraq kriptovalyuta şəklində Anar Əliyevə məxsus hesablara köçürüblər. Qanunsuz yolla əldə olunmuş pul vəsaitlərinin bir hissəsinin isə daşınan və daşınmaz əmlakların alınması yolu ilə legallaşdırılması istintaq zamanı sübuta yetirilib. Saxlanılan zaman dəstə üzvlərindən çoxsaylı elektron daşıyıcılar, bank kartları və digər əşyalar aşkarlanaraq maddi sübut kimi götürülüb. Çıplaq kod satışı ilə məşğul olmuşam. Müştəriləri cəlb eləmək üçün sosial şəbəkələrdə TikTok, Instagram və Facebookda öz səhifələrimizə sponsorlu reklam vurmuşam. Gürcüstanda 6 ofisim olub, hər ofisdə 4 işçim olub. İşçiləri Azərbaycandan cəlb eləmişik. Bunun müqabilində aylıq maaş verirdim. Balansı artırmaq üçün linkə daxil olurduq və ora kriptovalyuta yükləyirdik. Bunun müqabilində balans əldə edirdik. Qeyd olunan şəxslərə baş idarədə ittiham elan edilib və onlar cinayət məsuliyyətinə cəlb olunublar. Məhkəmənin qərarı ilə Anar Əliyev və Şərqin Əliyev barəsində həbs qəti imkan tədbiri seçilib. Göstərilən qanunazid əməllərin törədilməsində iştirak edən digər şəxslərlə bağlı əməliyyat istintaq tədbirləri davam etdirilir. Sonda bir daha vətəndaşları qeyri-qanuni kazino və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Qeyd edək ki, qanunsuz kazino oyunlarının təşkili ilə yanaşı həmin oyunlarda iştirak etmək də hüquqi məsuliyyət yaradır.